Baxırsan balaca görsən, hə? Evin içi bir sənədir, aləm qaqaş. 5 otaqdır, mərtəbə arası monolit, əsas yoldan 50 metr, Məhəmmədin ən hündür ərazisi, məktəbə, bağçaya yaxın, əsas yoldan 50 metrdir, marşrut buradan keçir, qardaşım. Bir dənə maşın həyətinə rahat girir, kombi, hamam aksesuarı, mətbəx mebeli, qaqaş. Belə girdin, belə üstü də bağlıdır, maşını saxladın, yağışlar düşməyəcək, mini manqalı da var orada, qardaşım. Gir bir dənə içəri, evin birinci mərtəbəsi istipoldur, ikinci mərtəbəsi radiator sistemidir. Kombisiz da hər şey quraşdırılıb. Bax, burada mətbəximizdir. Bəh. Genişliyinə söhbət yoxdur. Keyfiyyətli mətbəx mebelimiz azad, 3 mərtəbə. Aspiratoru, sobası hamısı qoyulub. Gəl bura qardaşımıza. Birinci mərtəbənin hamam otağını çək. Birinci mərtəbənin hamam otağıdır. Plekanın altını çək qardaşımıza. Plekanın altını çək. İsti döşəmə. Bir də qonaq otağının genişliyinə bax. Stadion, hə? Neçə kvadratdır bura? Rahat 35-40 kvadrat. Gəl bura. Gəl bura Azad. Keyfiyyət, tikinti barəsində evə söhbət yoxdur. Gəl çəkilişlərini göstərim Azad. Gələn müştəriyə göstərəcəm ki, evimiz necə inşa olunur. Bir də ikinci mərtəbənin xolunu çək, dəhlizini. Görürsən, buranı istəyən adam bir dənə otaq kimi eləsində, yəni divan, kreslo, televizor zat qoysun, oturub durmağa burada da. Hə, yataq otaqlarını çək, bu bir yataq otağı. Ən balaca otağımız burada eyvanı da var. Bu ikinci yataq otağı, bəh. Buna bax bir dənə qardaşım. Mərtəbə arası yenə də deyirəm, monolit betondur. Gəl bura. Bir dənə bu otağın genişliyinə bax. Qardaş, mən bu evi kəşf eləmişəm. İçində də qardırob otağı var. Əgər istəyən adam olsa, bütün çıxışlar qoyulub. Hamı otağı da eləmək olar buranı. Gəl bura. Gəl bura, qardaşımıza. Çək buranı. Burada hamı otağı. İsti döşəməklə ikinci mərtəbə hamı otağı. Asma tavanzadır. Paket kupçadır. Həm evin, həm torpağın kupçası. Bütün kamlarla daimidir. Qardaşım, monolit. Bütün kamlarla daimidir. Start qiymətimizdəki 150 min manatdır. Necə qiymətdir? Real alıcıya da My House-dan ekskluziv endirmə olacaq. Səhifə nömrə qeyd olunub. Əlaqə saxlayın, tez gəlin göstərim sizə. Yoxsa ki, bu ev qalmayacaq. Həqiqətən keyfiyyətinə görə, yerləşmə görünür, superdir. Sağ olun, bu qədər. Təzə yola da yaxındır ya. Məhəmmədin təzə yoluna da yaxındır. Sağ olun.